Deməli, bugünkü mövzumuz olacaq məktəbəqədər təhsil sistemində hüquq və vəzifə. Ümumiyyətcə müəllimin məktəbəqədər təhsil sistemində, məktəbəqədər təhsil prosesinin əsas iştirakçısı olduğuna görə nə kimi hüququ, nə kimi vəzifənin olduğunu bilməsi çox önəmlidir. Təbii ki, məktəbəqədər təhsil sistemi, təhsil sahəsi dedikdə ilk ağlımıza uşaqlar gəlir. Ona görə də burada yalnız və yalnız müəllimin hüquq vəzifəsi yox, uşaqlarla yanaşı təhsil üçbucağı bizdə nədir? Məktəbəqədər müəssisə, uşaq, valideyn. Yəni bunların üçünün də vəhdəti olacaq. Deməli, gəlin başlayaq birinci uşaqlarımızdan. Ümumiyyətcə müəllimlər, bir şey yadımızda saxlayırıq ki, burada bəzi ola bilər ki, olduğu kimi yadımızda qalmır hüquq vəzifə, amma mahiyyəti başa düşürük, orada müəyyən hissələri testdə yaxud da ki, fikrimizi ifadə edə bilirik. Yəni əzbərləməli məqamdan çox məntiqi cəhətdən yanaşmanı tövsiyə edirəm. Vəzifə dedikdə sənin borcun, yəni öhdəliyin nəzərdə tutulur. Bir uşaq kimi sənin borcun nə ola bilər? Təbii ki, davranış qaydalarına riayət etməlisən, dövlət rəmzlərinə bələd olmalısan, nəsə müəllim öyrədirsə bilikləri yiyələnməlisən, özünü faydalı fəaliyyətə hazırlamalısan, valideynlərinə, digər hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların adət-ənənələrinə, mədəni sərvətlərinə hörmətlə yanaşmalısan, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sənin bir uşaq kimi borcundur. Yəni, mən bu situasiyadan özümü uşaq kimi düşünürəm və uşaq kimi borcum, öhdəliyim nə ola bilər? O cəhətdən yadımda saxlayıram. Təbii ki, dediyim kimi, cəmiyyətdə davranış qaydalarıma riayət eləməliyəm, dövlətimin rəmzini bələd olmalıyam, şagird uşaq kimi bağçada nə öyrədilər o biliklərə yiyələnməliyəm. Bax, bu kimi hissələr. Ümumiyyətcə, bu vəzifə, öhdəlik bağça dövründən uşaqlarda formalaşır. Daha sonra məktəbdən isə artıq daha da mürəkkəb şəkildə deməli, öz vəzifə və borcların öhdəlikləri yerinə yetirilir. Ona görə deyirik ki, bu vəzifələrin uşaq tərəfindən dərk edilməsində müəllimin, valideynin, müvafiq dövlət orqanlarının izahat və təbliğatı yolu ilə. Yəni, balaca bir uşaq nə bilir ki, o neynəsin? Düşübdür bir mühitə, bir bağça mühitinə. Təbii ki, orada davranış qaydalarını müəllim öyrədəcək. O da başlayacaq onlara riayət etməli olduğunu anlamağa. Yəni ki, bu qədər yetər, aydın oldu. Vəzifə nəyim oldu? Borcum oldu. Və hər zaman nəyi soruşduğunu, uşağamsa uşaq kimi özümü yerinə qoyuram, böyüyəmsə böyük kimi. Bu mənim vəzifəmdir. Bəs uşaq kimi məktəbəqədər təhsil müəssisəsində təhsil alan bir şagird kimi mənim hüququm, haqqım nə olacaq? Təbii ki, təhlükəsiz şəkildə istəyərəm ki, şəraitdə təhsil alım, keyfiyyətli təhsil alım, heç kim şəxsiyyətimi alçatmasın, mənəvi və psixoloji durumuma, sağlamlığıma zərər verə biləcək bütün hərəkət formalarına, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmalıyam. Yəni, kimsə gedib məni bağçada döyməməlidir, psixologiyamı pozmamalıdır. Bunların hamısından müdafiə olunma haqqımdır. Dövlət bu haqqı mənə verir. Sonra uşaqların sağlamlığına, elə bayaq dediyim kimi, mənəvi, psixoloji duruma zərər verə biləcək informasiya və təbliğatdan müdafiə olunmaq. Ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərinə yararlanmaq, çatışmazlıqların korreksiya edilməsi üçün tibbi, tutaq ki, loqopedik nitq eşitmə qüsuru var, dövlət hamısını onu təmin eləyir. Sən də bu haqqdan istifadə edirsən. Hüququm nəyim oldu? Haqqım oldu. Nə kimi? Uşaq kimi düşünürəm. Yəni, uşağın, məktəbəqədər yaşlı bir uşağın haqqı, hüquqları bundan ibarətdir. Eyni zamanda müəyyən olmuş normativlərə uyğun keyfiyyətli qida ilə təmin olunmaq, asudə vaxtın və istirahətin təminat təşkil üçün meyl və maraqların reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq. Kim? Sən, uşaq kimi sən, bunları dövlət sənə haqq verir. Yenə deyirik, uşaq kimi, valideyn kimi fərqi yoxdur düşünəndə hər zaman bir şeyə diqqət edirik. Uşaq kimi haqqım nədir? Haqqım hüququmdur və isə borcumdur.
Bəs indi gəlin görək müəllim kimi nədir haqqım? Təbii ki, təhlükəsiz, normal iş şəraiti təmin olunmalıyam. Şərəf əlaqətimə hörmətlə yanaşmanı tələb etməliyəm. Mükafatlandırmalıyam, təltif olunmalıyam. Təhsil prosesinin təşkil idarə olunmasında iştirak etməliyəm. Layihələrdə iştirak etmək, idarə etmənin təkmilləşməsinə bağlı təkliflər irəli sürməliyəm. Bunlar mənim haqqımdır. Bir də var mənim müəllim kimi borclarım. Borclarım çoxdur. Dövlət siyasətinin həyata keçirilməsində iştirak etməliyəm. İxtisasımı artırmalıyam, peşəkarlıq səviyyəmi yüksəltməliyəm. Bu sertifikasiya attestasiyadan keçmək borcumdur. Daxili intizam qaydalarına riayət etməliyəm. Azərbaycan Respublikasının xalqının dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərinə, dövlət rəzmlərinə, Azərbaycan vətənpərvərlik ruhuna tərbiyə etməliyəm. Şərəf əlaqətinə hörmət etmək, pedaqoji etika və estetika normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, bunlar hamısı mənim borcumdur. Uşaqların təhlükəsizliyi və sağlamlığını qorumaq mənim borcumdur. Uşaqların təlim, tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək mənim borcumdur. Təhsil alanların müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamaq mənim borcumdur. Yəni verilən proqrama uyğun şəkildə uşaqların dərsini keçməliyəm, nə proqramdan kənara çıxmalıyam. Borcumdur ki, o proqramı mənimsədim. Müəyyən edilmiş qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək də mənim borcumdur. Ümumiyyətcə müəllim kimi, uşaq kimi düşündük, amma bütün bunlarla yanaşı məktəbə qədər təhsil sistemində yalnız məktəbdə müəllim və uşaqdan ibarət deyil, eyni zamanda valideyn üçbucağı anlayışı da var. Ümumiyyətcə tərbiyəçi əmək funksiyası nədir? Gəlin onu təhlil edək. Uşaqların tərbiyəsini, hər tərəfli harmonik inkişafını təşkil edir və məktəbdə uşaqları təlimə hazırlayır. Qrupda hər bir uşağın səhhətinin vəziyyətini, onun möhkəmləndirilməsi işini izləyir, tibbi heyətin tələblərini yerinə yetirir, uşaqlara diqqətlə yanaşır, onların fərdi xüsusiyyətlərini öyrənir. Təlim-tərbiyə işini planlaşdırmaq, bunlar hamısı tərbiyəçinin əmək funksiyasıdır, yəni əmək borcudur. Bunların hamısını yerinə yetirmək müəllimlərin, tərbiyəçinin, yəni tərbiyəçinin əmək funksiyası, yəni sən müəllim olaraq sənin əmək funksiya bundan ibarətdir. Uşaqların gün rejiminin yerinə yetirilməsini təmin edirsən, uşaqların səhhəti haqqında bağça rəhbərliyinə, tibbi heyətə müntəzəm olaraq məlumat verirsən. Daha sonra əhali arasında pedaqoji biliklərin yayılmasını təşkil edir. Uşaqların ailədə tərbiyəsində valideynlərlə daim mütəmadi əlaqədə olsan. Və məktəbə qədər təhsil məsələsində çalışan bir tərbiyəçi müəllimin fəaliyyət məzmunu aşağıdakı sənədlərdən ibarətdir. Birinci, hamının keçdiyimiz kimi planlaşdırma həyata keçirməlidir. Oyunların, metodik ədəbiyyatın, vəsaitlərin, məşğələlərin, konspektlərinin kateqoriyası olmalıdır. Qrup və valideyn iclaslarının protokolları mütləq olmalıdır. Uşaqların cəmiyyət dəftəri olmalıdır. Uşaqların müşahidə dəftəri olmalıdır. Valideyn və uşaqlar haqqında məlumat mütləq həmin dəftərdə qeyd olunmalıdır. Valideynlərin hüquq və vəzifələrini təhlil edəcəyik. Valideyn və yaxud da ki, qəyyumluğunda hər hansı olan digər qanuni nümayəndələrin məktəbə qədər təhsil sahəsində nə kimi hüquqlar? Hüququmuz nə idi? Haqqımız. Birincisi, övladını istənilən məktəbə qədər təhsil müəssisəsini sərbəst seçə bilər. Dövlət bu haqqı ona verir. Daha sonra məktəbə qədər təhsil müəssisəsində təhsil prosesinin təşkili, keyfiyyəti, həmçinin övladının davranışı, təhsilə marağı, qidalanması, tibbi müayinəsi, xidmət şəraiti haqqında istənilən vaxtı dövlət ona haqqı verir ki, məlumat əldə edə bilər, maraqlana bilər. Və ən əsası, kollektivlə əməkdaşlıq etməlidir, təlim-tərbiyə prosesinin təkmilləşdirməsinə bağlı təkliflər irəli sürməlidir, mədəni kütləvi tədbirlərdə fəal iştirak edə bilər, müəssisənin ictimai idarə olunmasına iştirak edə bilər və təhsil alınan hüquq və maraqlarını müdafiə etmək haqqıdır. Gəlin görək borcu nədən ibarətdir? Borcu isə təbii ki, onun öhdəliyidir, vəzifəsidir. Burada övladını yaxud da ki, qayyumluğunda olan hər hansı bir şəxsin erkən yaşdan fiziki, əxlaqi, intellektual inkişafına şərait yaratmaq. Bu nə deməkdir? Yəni, mən övladımı balacalıqdan əxlaqını və intellektual inkişafını düzgün şəkildə formalaşdırmalıyam. Buna şərait yaratmaq mənim borcumdur.
Övladını Azərbaycan xalqının adət-ənənələrinə, mənəvi dəyərlərinə, Azərbaycançılıq ideologiyasına, vətənə, ana dilinə qarşı hörmət və məhəbbət ruhunda tərbiyə etmək borcumdur. Məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, həmçinin məktəbəqədər təhsil müəssisəsi ilə valideyn və digər qanuni nümayəndələr arasında bağlanmış müqavilə şərtlərinə əməl etmək. Bunlar hamısı borcudur. Yəni tutaq ki, mənim bağçada bu cür daxili intizam qaydaları var. Valideyn olaraq onları bilirəm və onlara əməl etmək mənim borcumdur.